Kim Jong-un Azərbaycanı təbrik etdi. Şimali Koreya yaxud Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri Komissiyasının sədri, İşçi Partiyasının katibi, Xalq Ordusunun baş komandanı yoldaş Kim Jong-un Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnini sizlərə təqdim edirik. Zat iraliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə sizə və sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram. Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir. Həmçinin, Şimali Koreyanın çox məhdud sayda olan xəbər saytlarında da bu barədə məlumat işıqlandırılıb. Ümumiyyətlə, Kim Jong-un ilə İlham Əliyev arasında təbrik məktublaşmaları ənənəvi haldır. Əvvəlki illərdə də Şimali Koreyadan bu tip məktublar gəlmişdi.